Anestezioloq reanimatoloqlar dəyirmi masa ətrafına toplandı. Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin və Elmi Təcrübi və Tədris Mərkəzinin, Mərkəzi Gömrük Hospitalının birgə təşkilatçılığı B. Brown Sharing Expertise şirkətinin dəstəyi ilə Mərkəzi Gömrük Hospitalında fərdiləşdirilmiş infuzion terapiya, optimal və balanslaşdırılmış yanaşma mövzusunda dəyirmi masa keçirilib. Dəyirmi masanın məqsədi infuzion terapiya sahəsində müasir elmi yanaşmaların və beynəlxalq klinik tövsiyələrin müzakirəsi, fərdiləşdirilmiş maye müalicəsinin prinsiplərinin təbliği, tibb mütəxəssislərinin nəzəri bilik və praktiki bacarıqlarının təkmilləşdirilməsi, həmçinin bu sahədə qabaqcıl təcrübənin paylaşılması olub. Dəyirmi masada Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini Dosent İsmail Əfəndiyev iştirakçıları salamlayaraq, belə elmi praktik tədbirlərin həkimlərin peşəkar inkişafına, müasir müalicə yanaşmalarının tətbiqinə və tibbi xidmətin keyfiyyətinin yüksəldilməsinə mühüm töhfə verdiyini vurğulayıb. Bugünkü tədbir artıq ənənəvi olaraq B. Brown şirkəti ilə əməkdaşlıq çərçivəsində aparılır. Özüm bir toksikoloq olaraq deyə bilərəm ki, infuzion terapiyanın xəstənin sağalmasının əsas məsələlərdən biridir ki, qanda olan zəhərlənmənin və ya turş qələvi elektrolit mübadilinin pozulması nəticəsində yaranan patoloji vəziyyətlərin müalicəsində infuzion terapiyanın xüsusi özünə məxsus rolu var. Nəzərə alsaq ki, bazarda çox müxtəlif preparatlar var və onların da təsiri hamısını həkimləri tərəfindən öyrənilməlidir. Belə dayanmasa buna sözsüz öz töhfəni verəcək. Çünki müasir preparatlarının da hospitalda istifadəsinin praktikanın deməli bölüşdürülməsi, öz fikirlərinin söyülməsi və eyni zamanda dünya aparıcı firmaların gətirdiyi məhsulların düzgün istifadə eləməsi kimi məsələlər müzakirə olunur. Sözsüz də nəticədə xəstələrin müalicəsi keyfiyyəti artır və onların sağalmalarının da sayı daha çox, faizi daha çox olur. Dəyirmi masada məruzə ilə çıxış edən Azərbaycan Tibb Universiteti Tədris Cərrahiyyə Klinikasının anesteziologiya, reanimatologiya və intensiv terapiya kafedrasının assistenti Namaz İbrahimov balanslaşdırılmış kristalloid məhlullarının klinik üstünlükləri, infuzion terapiyanın düzgün planlaşdırılması, hemodinamik göstəricilər əsasında qərar vermə prinsipləri, artıq və ya qeyri-kafi maye yüklənməsinin mümkün fəsadları, həmçinin perioperativ və intensiv terapiya dövründə optimal maye idarə etməsi barədə ətraflı məlumat təqdim edib. Bugünkü bizim dəyirmi masamız reanimasiya və intensiv terapiyada olan xəstələr üçün istifadə etdiyimiz infuzion məhlullar haqqındadır. Bildiyimiz kimi reanimasiya və intensiv terapiyada yatan xəstələrin bir çox sayılı yanaşı problemləri var, əsas xəstəlikləri var ki, və bunların hər birinin fərdiləşmiş bir yanaşma olmalıdır. Çünki istifadə etdiyimiz məhlulların da tərkib hissəsi tam fərqlidir, hər birinin müsbət və mənfi cəhətləri var və bundan irəli gələrək bir standart dediyimiz yox, hər bir xəstəyə individual yanaşma olmalıdır ki, bunun üzərindən də həm kristalloid, həm balanslaşdırılmış məhlullar olsun, bunlara necə yanaşmalıyıq və fərdi yanaşma necə olmalıdır, bu haqda bir məruzə edəcəm və onun sonunda da ətraflı bir diskusiyamız olacaq. Çünki bugünkü yığışan həkimlərimiz də Respublikamızın aparıcı ixtisasları da bir çox özəl və dövlət xəstəxana nümayəndələridir ki, onların da fikri bizə vacibdir və sonuçta inanıram ki, bir yetkili bir fikrə gəlib düzgün yolu seçmiş olacaq. Tədbir müxtəlif tibb müəssisələrinin anestezioloq, reanimatoloq, ixtisaslı həkim və rezidentlərinin iştirakı ilə keçirilib. Bizim şöbəmiz, şöbə rəisimiz bizi təkcə deməli praktiki məsələlərə cəlb eləmir, həm də belə dəyirmi masalar, konfranslar cəlb eləyir. Düşünürəm ki, bugünkü konfransda da bizim gələcək belə deyə təcrübələrimizdə, karyeramızda bizim üçün önəmli rol oynayacaq. Dəyirmi masa iştirakçıların suallarının cavablandırılması və mövzu ətrafında geniş fikir mübadiləsinin aparılması ilə yekunlaşıb.